yeni videomuza hoş geldiniz. Necəsiz? İnşallah ki, hər biriniz çox yaxşısınız. Biz bugün İso ilə gedirik Baxtıya. Sana aparım bugün Baxtıya. Qabağıma geç. Qabağıma geç. Maşın gəlir. Olmaz maşın yoluna getmək. Tut ana sumkasını. Sumkadan tut. Sumkadan tut. Aferin canım. Sağ ol, sağ ol elə. Git. Gel. Ayca. Git otur bebelerin yanında. Ben de sana baxıram. Git. Elini sokmalısın. Git bebeğin yanında otur. Gəlirəm mən. Belə. İndi gedirəm və bugün çoxlu işim var. Bugün artıq 34 həftə deyil. Onun için başlayacağım bugün bebeğinin paltarlarını yumağa. Başlayayım bugün onları yuyum, eləyim. Sonra ütüləməyə, qatlamaq, yerinə falan yığmaq, düzəltmək çox işdir. Ona görə hələ gecikmişəm. O vaxt İsmail'de 30 həftədən başlamışdım. Amma bu il 34'ten başlayırıq. İsmail gördüğünüz gibi biraz mızıldadı ama sonra müəlliməsilə getdi. Hələ də biraz ağlayır mənim arxamca. Yəqin çünki mən özüm də Baxçıya getmişəm. Özüm də hər gün ağlamışam o Baxçıya gedəndə. Ona görə İsmail'i qınamıram. Əvvəl deyirəm bu uşaq kim oxşuyub. Amma sonra özüm yadıma düşəndə, özümün etdiyi hərəkətləri yadıma düşəndə deyirəm belə anasının balasıdır. Belə gedim evə yemək falan yiyeyim. Sonra neynəsəm çəkərəm. Bir də bugün alışımızın adını açıqlayacağım. Bir şey. Oraya bakın, qaramışlarda balalayıb 45 tane balası var. Hər gün anası gəlir, gelir. Bizim də qapımızın ağzında o kuşu var, adını da bilmirəm. O da yumurtlayır deyəsən. Belə xanım. Necə gəldi, necə deyirəm, bastalamışam. Bura paltarları, hələ burada da var. İsmail'lə qarşı əl vurmamışam özümcə, qoy. Onu da yuyacam. İndi bu ağları, sarıları, renkliləri, bir də qarıları ayırım yavaş-yavaş. Başlayayım onlarla bir yumağa. Məsəl üçün belə. Məsələn bunlar sarı, bunları bir yuyaram. Yəqin ki üstünün etiketini falan qopardım bunları. Yavaş-yavaş. Orada da eltidiyimin gətirdiyi paltarlar var. Onları da ayırım. Belə. Hamısını şimdi sağ olsun eltidiyim məni böyük bir dərddən qurtarıb. Burada belə canlıqlar var ağ rəngdə. Hamısı bunlar yuyurlar. Bu sarını əslində rəngi solmur. Sadəcə yenə də ayrıq. Bunlar ağlardır. Burada da var ağlar, burada da var, burada da var. Bu da ağdı, belə. Bu da ağdı. Bu malusunlarla yuyarım bunu. Sonra bunları renklilerle yuyarım. Bu da bozdu. Bunu da ablamın olar. Qılıq şeyler hamısı. Uy. Bunu da özüm almıştım. İlk aldığım şey buydu. Bunları bir atarım.
bu dəsmalı falan. Bunlar rənglər. Məsəl üçün bu da ağdır. Bu bilirsiniz bu böləkdir. Cırt-cırtlı bölək. O vaxtda Zeyd almışdıq. Zeyd istifadə eləmədi. Görək Amir necə istifadə edəcək. Burada İsmail'in öz bodiləri də var. İsmail'in belə bir bodisi var idi. Sonra bu da doğulanda giyinmişdi. Bu da belə tıkılı bodidir. Bu da var. Aslında bu da almışdım doğulanda İsmail'e. Sadəcə bu nəsə öz-özünə deşilib. Bilmirəm niyə. Aslında yuyub qoymuşdum. Amma deşilib. Heyf. Amma saxlayacağım, atmıram. Çünki İsmail'indir. Sonra belə bodilər var. Bu da İsmail'e ilk aldığım şeydi. Paltarlardan biriydi. Üzerinde tülk falan var idi. Onun için almıştım İsmail'e. Bu qaradır. Bunu qara heç nə yoxdur. Bir dənə budur. Bunu bozlarla yuyaram. Matı burada bu neydi? Kaleska içi üçün belə beşiği var. Bu deyən üstünü örtmək üçündür. Bu da yastığıdır. Döşəyəni tapmayıb. Bilmə hardadır döşəyi. Onun üçün sarı yeni. Ben istəyirəm ki, mən övladım üçün harda ən yaxşısı var. İnanın ki, bütün analar istəyir ki, övladı üçün ən yaxşı şeyi alsınlar. Yəni hamının ən böyük arzusudur ki, uşağı üçün əlindən gələn hər şey eləsin. Mən də əlimdən gəldiyi qədər eləməyə çalışıram. Heç istəmirəm heç bir şey arzumda ürəyimdə qalsın. Yəni İsmail üçün tamam fərqli şeylər almışdım. İndi Amir üçün isə başqa şeylər almışam. Yəni məsələn bu adyalı, bu adyalı mən TikTokda bir dənə səhifədə gördüm, bebek səhifəsində. 28 manata satırdılar. İyimində bu adyalı. Mən amma 15 manata almışam. Endirimlə də vəbşə 12 manata falan gəldi üstümə. Niyə buradan gedib 28 manata alım 12 manatlıq şeyi? Bəziləri bilmirəm. Niyə elə yazırlar, eləyirlər. Bu da Amirin xəstəxanası paltarı. Çok güzeldi, çok güzeldi. Mesela İsmail'de da adını yazdırmışdım. İsmail'de tulum şəklindəydi. O biraz qışa düşürdü ona görə. Bu indi yaya düşür deyə Müslindən belə bir şey sifariş eləmişəm. Yəni hər uşağın öz fərqli, hər uşaq fərqli aylarda doğulur deyə. Məsələn İsmail'in yay aid geyimlər yoxdur, çoxu qış geyimlərdir. Mən heç inanmıram ki, bunları geyindirəm. Sadəcə yuyub hazır qoyuram ki, birdən nəsə lazım olar deyə. Yəni qəlb qırmaq lazım deyil bu həyatda. Heç kimin qəlbini qırmayın. Qoyun hər kəs istədiyini alsın, istədiyi kimi yaşasın, istədiyini uşağı üçün istədiyi hər şeyi etsin də. Yəni pulu siz vermirsiniz, sizdən çıxmır bu pul. Bu nə Çindir, bu nə şeydir, yazırsınız bilmirəm. Yəni mənim var, eləyirəm. Düzdür, olmayanlar da var. Allah olmayanlar da tez bir zamanda ruzi bərəkət getirsin ki, övladlarına istədikləri hər bir şeyi alsın. Məsələn, mən hələ prosinə falan almamışam. Çünki bu dəqiqə əlimdə maddi imkanım yoxdur. Çünki hamısını bunlara vermişəm. Prosinası falan hələ ki tam almamışam. Yəni həm tikdirmək istəyirəm, həm də belə qərarsız qalmışam ki, tikdirim yoxsa hazır trend yoldan falan alım. Ona görə qalmışam belə. Amma nə bilim valla. Allah hər kəsin ürəyinə görə versin, başqa heç istəmirəm. Mən istəyərəm ki, bütün analar övladları üçün istədikləri hər şeyi alsınlar. Heç nə ürəklərində qalmasın. Çünki İsmail'də mənim ürəyimdə çox şey qaldı, ala bilmədiyim çox şey oldu. Amma Amirdə də düzdür var, amma çox şeyi özüm aldım. Allah yoldaşımın da, mənim də canımı sağ eləsin. Biz çünki ikimiz də övladlarımız üçün işləyirik. Övladlarımız üçün çalışırıq. Yəni oturduğum yerdə video çəkmək, onları çəkmək, editləmək, hər kəsin ən əsasız bilirsiniz nədir?
mən ən əsası kimizə sözünü götürmək. Bunu bəzi insanlar heç bilmir. Amma o qədər yazan var ki, özdə bilirsiniz ən pisi nədir? Bunların xanımın olduğunu bilmək çox pisdir ki, yəni bir xanımın bir xanıma qarşı bu kini, nifrəti niyədir, mən bilmirəm. Yəni onların sözünü götür. Bəzən o qədər pis yorumlar gəlir doğrudan. İndi şükür indi gəlmir. Amma bu əvvəlki videolarıma gəlirdi də. O qədər pis fikir. Mən istəyirdim ki, YouTube-u bağlayayım, gedim. Yoldaşım, ətrafımdakılar, mənim sevdiklərim, əzizlərim mənə dedilər ki, dəlisən, bir adama görə sən niyə YouTube-u bağlayırsan da? Qoy yazır, sil geçsin, heç fikir vermə. Yəni, övladıma belə qarğış olundu bu YouTube-da ki, bəzi xəstəlik tapsın, nəmin heç çarəsi olmasın. Hələ də İsmailin bədəninin səpkisinin çarəsi tapılmayıb. Artıq 6-7 həkimdə gəzirik. Buradan heç demək istəmirəm. Mən heç negativ şeylər paylaşmağı sevmirəm. Amma elə bilməyin ki, heç kəs, yəni biz YouTube çəkiriksə, deməli bizim heç bir dərdimiz yoxdur, heç bir sərimiz yoxdur, hər şey güllük gülistanlıqdır, elə deyil. Bəzi videolarda da demişdim İsmailin səpkisi ilə bağlı. Artıq 6-cı həkimə gedirik. Bu da 60 min neçə manatlıq müalicə yazıb. Hal-hazırda 58 manat analizlərə pul vermişik. 3 analizinə 58 manat pul vermişik. 30 manat həkim girişinə pul vermişik. Hər dəfə də həkim girişlərini 30 manat, 30 manat, 30 manat belə pullar veririk, pullar tökürük. Amma hələ də dərdi bilinmir. İndi bir dənə allergik test qalıb. Bütün qidalara qarşı allergik test, elə bil, test verirsən, hansı qidaya qarşı allergiyası var, o üzə çıxır. Bəlkə də həkim, bu dəfə getdiyimiz həkim də bunu dedi ki, yəqin hansısa qidaya qarşı allergiya var, siz bilmirsiniz də o nədir. Onun üçün, bir də tənəffüs yolları üçün, yəni, necə deyim, pişik tükü, yun, sintetika, nə bilim, külək, hava, ev tozu, pişik tozu, nəsə belə bir şey. Yəni, demək istədiyim odur ki, hər kəsin problemi var. Yəni, o demək istəyirəm ki, yəni, burada bir şey paylaşıram demək. Deməli, mən çox varıyam, çox hər şeyə pul xərcləyirəm, mən hər şeyin ən yaxşısı mənim olmalıdır deyə bir qayda yoxdur. Sadəcə əlimdən gəldiyi qədər övladlarım üçün çalışıram. Başqa heç kim üçün çalışmıram. Ancaq övladlarım üçün. Çalışdığımı da ancaq övladlarıma xərcləməyəcəyim. Deyirlər ki, çox şey alsan, yığ, ev al, nə bilim neynə. İnanın, mən o pulu yığsam da, mən o pulla ev ala bilmərəm bu dəqiqə. Çünki o qədər maddi imkan yoxdur. Maddi imkan gərək banka girəsən, külli miqdarda banka girəsən, yəni elə ev alasan, ya da ilkin ödəniş edəsən, 5.000, 6.000 ilkin ödəniş edəsən, bir dənə 2 otaqlı ev alasan, onu da ay-bay 600-700 manat ora pul götürmək lazımdır. Yəni, normal işdə işləyən, yəni mən işləmirəm, yoldaşım işləyir. Normal işdə işləyən bir insan da həm ailəni keçindirib, həm yeməyi, içməyi, qazı, suyu, kommunalı ödəyib, həm də o evin aylığını ödəyə bilməz məncə. Çünki yəni mən sizlərdən də çox fikirləşirəm ki, bizim də evimiz olsun. Təbii ki, hər kəs istəyər onun evi olsun, amma o maddi imkan olmadıqca, mən yalandan 5 manat qırağa pul atım, 5 manat, 10 manat, 20 manatla heç nə düzələn deyil. Belə. Belə xanım, ayırdım. Burada ağlardır ancaq. Ağ paltarlardır. Burada krem renklilərdir. Orada bozlardır. Burada belə göy fason olanlardır. Göy paltarlardır. Burada biraz qaralar var. Burada da belə qarışıq renklər var, yaşıl falan var. Burada da sarılar var. Bir də onları da ayrı atıb yuyacam. Belə neçə pusuyacam? 1, 2, 3, 4, 5, 6, 7, o da 8. 8 dəfə maşın işləyəcəm. Amma hamısını çox qoymayacam. Uzağa 20-30 dəqiqə qoyacam. Onsuz da təmiz paltarlardır çoxu. Belə atdım. İndi paraşokda atdım uşaq. Paraşokda da İsmail paraşokla. Uşasının yan paraşok. 1, 2, 3 qaşıq da. 2-3
Qaşıq da paraşüt. Bu ağlar çoxdur deyə bunu 30 dəqiqədə yuyacam. Qaşıq bəsdir. Başlasın yumağa. Birinci maşınımı yudum. Ona görə su çəkir. İçində suyu var. Belə, hamısını yudum. Şpilkalarımızı yudur. Görə şpilkamızı çatacaq. Nə qədər şpilkamız var. Hamısını İsmail atıb aşağı. Buranı da sildim. Şeyləri, ipləri. Yavaş-yavaş mən asım. Qalanda qaynamasın. Çünki bu cıqı. Bunu mən nə qədər asım buradan. Yarısını mən asım, yarısını da asar. Belə. Bunları mən astım. Orada canlıqları, orada boydular, yenə canlıqlar, yenə maykalar falan, tulumlar, şalvarları. Şpilkamız qutardı. Hələ burada nə qədər papaqlar, sonra əlcəkləri, nə bilim, ağız əskiləri falan nə qədərsə qalır. Bunlar qalır. Onlar biraz qurusun. Qəşəng hava var, amma tez quruyacaqlar. Həm külək əsir, həm də hava istidir. Tez qurusunlar, onları da çıxar. Onları yığaq, sonra babasılar asarıq. Belə ağamla, o bir partiyanı yığdım, bunu astım. Hələ burada daha nə qədər var. Çıqqılı-mıqqıllar qalıb. Bunlar indi deyirəm, bunlar qurusun. Artıq dayandırmışam yumağa. Deyirəm, bunları da asım, çıqqılı-çıqqılı. Bunlar papaqlar, əlcəklər. Şeylər, corabları falandır deyə nə qədərdir. Deyirəm bunlar qurusun, yığım, bunları asım. Sonra o birisi partiyanı hələ ütüdə yumalıyam. Belə xanımlar, otaqları süpürdüm. Kişi sildim. Buranı da sildim. Bunun da üstünü şeylədim, süpürdüm. Qaynamı razı saldım, bunu çıxardaq buradan. Şuruplarını açaq. Ki, o qaynam bunu bura şurubladı ki, tərpənməsin, yoxsa tərpənirdi. Belə. Bunu da götürək, ürəyim sıxıldı palaz, evdə palaz görməkdən. Bir dəfə də altın süpürüm, silim. Belə. Belə. İsmail da pirinçsin anasını ağladı. Hamısını dağıtıb çıxardı pirinçini. Palazda götürdü. Belə. Nə qədər papaq var. Bilmirəm, bu yayın gündə papağı nə bu qədər alıb eltəcəyim. Bu önlükləri də belə çık-çıkla vurdum. Bir də bütün ne deyirlər, corabları belə çorbaya yığdım, astım ki, hamısının bir-biri yeri yoxdur. Heç onun halım da yoxdur ki, bir-birinə qədər corablar oldu. Belə, nerede yedim, o bizləri də apardım otağa. Bir partiyə də attım yürüsün. İndi o qabaqdakılar əslində quruyub. O qabaqdakılar просто biraz nəm-fason dedim, tam da gün biraz vursun, qurutsun. Daha sonra bu o bizləri asarım. Belə hamısını gətdim, biraz belə sərplədim ki, bəziləri içində nəm-fasondur. Çox gözləmədim də, çünki paltar çox idi. Bugünə çatdırım deyə belə sərpişdirdim oralara falan. Bu qədər paltar var. Görəm bunu nə qədər giyindirib qutaracam mən. İnşallah qusan uşaq olmaz. Heç bu qədər çox paltara da ehtiyac olmaz. Çünki bunların hamısı hardasa 0-3-6 aylar arasıdır. Heç 6 ayda inanmıram geyinə. 0-3-5 ayına falan. Sentyabra, oktyabra kimi giyinəcək. Oktyabra sonra artıq havalar soyuyacaq. Bunların hamısı yaydı. Zeyt çox qusurdu deyə ona görə çox alırdı etdiyim. Çünki gündə 6-7-dən dəst bulayırdı da. Qusurdu, buluyurdu. Şükür indi hər şey yaxşıdır. Belə. Bunlar da ağız əskilərində belə. İndi bunları yığım. Qəşək. Yığım, sonra şeyləyəcəm. Sonra ütüləyərəm. Belə xanımlar, düşdü aşağı getdi İsmail'i gətirməyə. Bir-birindən. Sonra Ayaz bəyin ad günüdür, bazar günü. Ona konfet
düzəltdiririk. Konfet kağızları. Kağızları da təzələdim. Konfet də aldım mağazindən. İndi sizə göstərərəm. Gelib kağızları gətirəm. Ya da yoldaşıma deyirəm ki, yoldaşım gətirir. Yavaş motosiklet geldi. İsmail kukuruz özü buradadır. Kukuruzumuzdan da bu çıktı. Bunun elinde. Böyle bir maşın. Belə xana gəldim yenə nə qədər yığdım paltarları. Ay Allah paltar qutarmır. Elə yenə də astım. Bunlar şuruqca qutardım. Bunlar axıncılar idi. Bütün corabları, əlcəklərini falan da belə quruyublar. Amma biraz dedim nə fasondular. Biraz da belə açıq saxladım. Biraz da belə qalsınlar burada. Bunları aparım otağa. Belə. Bunlar da belə, bunlar için mütüləyəcəklərsiniz. Bunu göstərəcəkdim. Ayazın da ad gününə belə bir konfet aldım. Bir də indi şəkil çıxardacaqlar. İndi hazır olanda yazacaq qız mənə, geyib gətirəcəm. Üzərinə də bunu yapışdıracağım. Geçin. Amma öncə buranı yığışdırmalıyım. İsmail həyətdədir, nənəsi baxır. Hələ ki. İsmail gəlməmiş buranı yığmalıyam. Çünki gələcək hamısını tökəcək yerə. Heyif doktor yumuşam. Nə qədər paltar var. Bu da mən. Yoruldum. Dəhşət bugün. Çox yoruldum. Hələ ütüləmək var. Sabah bağçada yoxdur. Sabah 6-cı gündür tərslikdən. Bağçada yoxdur ki, İsmail'i qoyun bağçaya ütülüyüm. Ona görə qalacaq birinci günə. Bazar günündə Ayazın ad gündür. Ora gedəcəyik. Ona görə bunları bir tər qatlayıb elə qoymalıyam ki, birinci gün inşallah İsmail'i qoyacağım bağçaya, sonra da ütüləyərəm. Növbəti gündən hər birinizə salam xanımlar. Bugün tezdən durmuşam. İsmail'i daha da yetişdirmişəm. Ona nənəsi yumurta qoymuşdu soyutma. Ona keçi əzdim. Biraz da yağ qatdım, zeyidi. İndi də pankek eləyirəm. İsmail bəyə ki, yesin. Bugün evdədir. Bugün 6-cı gündür. Yenə verim. Bugün 6-cı gündür, evdədir. Onun üçün istədim ona pankek eləyim. Bağçaya gedəndə eləyə bilmirəm. Onun üçün. Dünən vlogu davam edə bilmədim çünki təzyiqim qalxmışdı, ürək döyüntüm falan qalxmışdı. Onun üçün heç nə eləmədim, yemək falan da yemədim. Nə İsmail'i yetişdirə bildim, ancaq uzandım, qaldım. Sağ olsun qaynanam hamısını elədim. İndi bir-iki paltar qalıb, hələ Amirin paltarlarından. Onlar qurudu, qaynanam yığıb sadəcə aparıb otağa qoyacağım. Belə. Mətbəxi də belə biraz yığışdırdım. Qablar var, səhər qablar. Nə qədər çıxıb səhər qablarımız. Bir də özümə qırmızı alça almışdım. Çox turşdu. Heç yeyə bilmədim. Buraları belə yığışdırdım. Bir dənə balkona yığışdıracağıq. Oradan qədər paltarları yuyub asmışıq. Nə qədər paltar yuyub asmışıq. Onları yığacağım. Dedim İsmail'in pankekini pişirim. Belə xanımlar bitirdim. Bu yekələri də özümə elədim. Həvəsim olmadı. Az-az eləməyə. İsmail'in paltarlarını attım, yuyulsun. Nə qədər paltarımız var. Dünən balacan paltarlarını yuyduq. Heç bir paltar yuymadıq ona görə. İndi bunları yuyum. Əslində yudum iş. Yoldaşım iş paltarlarını falan yudum. Sadəcə ev paltarlarımızı yuymadıq. İndi mən bir dənə yemək yiyeyim. Daha sonra başlayayım buraları yığışdırmağa. Əslində mən bayaq yığışdırmışdım. Sadəcə İsmail getdi oyuncaqların şpilkaları falan döydü. Onun üçün təmiz sadəcə İsmailin oyuncaqları bir də şpilkaları yığacağım yerdən. Eləmə İsmail. İsmail də kaşko öyrədirəm. Əynində pampersi yoxdur da. 5 dəfə deyəndə, bir dəfə deyəndə 5 dəfə yadından çıxır demək. Hələ ki
yavaş-yavaş öyrənirik. Tam öyrənənməsək də arada qaçırırıq. Amma yenə məsələn çişi falan olanda hamısına çişləyir, gəlir deyir, çiş eləyir, tez qaçırır karşıqa. Belə, Leyloşum gəldi, onun da saçın geçiyle hördük. Bugün məzun günü var, dördüncüklərin. Beğendin? Beğendim. Aferin, gedin. Hadi get. Sağ ol. Xoş istirahətlər. Belə xanımlar, getdim çıxartdırdım bunları. Belə Ayaz 1 yaş getdim bu şeydən də aldım. Konfetdən. İndi bunları buraya yapışdıracağıq. İndi Aytasla bunları kəsirik, yavaş-yavaş kəsib çıxardaq. Bir də Ayaz bəyə belə bir oyuncaq aldım. Bundan İsmailin var idi, amma İsmail'da ancaq kole idi, ev yığmaq. Amma bu torpaq üçündür. Kaskı falan da var. Çox qəşəngdir, çox xoşum gəldi. Ben də bundan aldım. Şimdi bir tane de bunları düzəldim Ayaz bəyə. Kaç. Bakalım böreği yalan sana. Hoş yine bu var. Kaç yapma teyze. Yo onu değil. Maşını götür onu götür gel. Al kızım. Geldi. İçine balası da atak yanlarına. Fotoğraf kendi çekme. Çekme istemiyorum. Toptan ama 1.99'dan yaxşı var. Ne aşağıda yapar. Bugün bir yaşlı sevdalarımız var burada. Ayazımızda bir göz almışlarımız ayakçı sesleri. Bunun bir mübarek olsun. Yani arasında özel bir boş şeyler yaşasın. Bütün sevenleri adından tebrik ediyorum Ayaz'ı. Bir yaşı mübarek. Belə xanımlar, keçmişəm paltarları ütüləməyə. Bunlar ütülənməmişlərdi hələ ki. Bunları da ütüləmişəm. Canlıqları falan, onları ütüləmişəm. Əskilər, bir də onları ütüləmişəm. Tulumları, onlar papaqlar, bir də önlüklərdir, onlar qalır. Və burada nə qədər yenə paltar var, şalvarları falan var. Belə xanımlar,
Ütülədim, qəşəng yığdım. Burada belə qol açıq bodylərdir. Burada qabaq hissədə canlıqlardır. Burada şalvarlardır. Burada biraz koftalardır. Bunlar canlıqlardır hamısı. Burada da qalın koftalar var. Bu da ağız əskiləri. Onlar belə əskiləri. Bir də adyalıdır. Bu da can dəsmalıdır. Burada da var yenə şeylər. Ne gedir bunun adı yadımdan çıxdı. Önlükləri var. Burada belə üç bucaq önlükləri var. Burada belə nə qədər papaqları var. Burada belə papaqlar var. Burada da yenə tulumları falan. Belə. Burada bir iki dənəsini açdım. Amma veşilka almalıyım. Çünki asılacaq çox şeyləri var. İsmail'in veşilkalarından biraz götürdüm. İsmail'inkilarda veşilkasız kaldım. Dedim hələlik onları koyayım. Sonra veşilka alaram. Bu veşilkalar çok qəşəngdir. İsmail'e de bundan almışım, bu bozdan. Ordubatda 6 dənəsi 1 manat 60 qəpik falandı. Çok münasib qiymətədir həm də. Belə. Burada da hələ ki sumkalar falan var. Çok işlətmədiyim şeylərdir. Belə xanımlar, bütün paltarları demək olar ki, yudum, ütülədim, qatladım, hamısını yığdım yerinə. Başqa bir işim qalmadı. Vlogu da burada yekunlaşdırıram. Gedirəm İsmail'i gətirməyə. Dedim, hicabı taxmışkən videonu da çəkim, sonlandırım. Çoxdandır heç sonluq video çəkmirəm. 16.000 abunə olduq. Hər birinizə təşəkkür edirəm. Buradan hər birinizi öpürəm. İnşallah bu videolarımdan da razı qalarsınız. Xahiş edirəm. Bəyənməyi, abunə olmayı, yorum yazmayı unutmayın. Bu aralar kəşf etməni bağlayıb YouTube məncə videoları gizli elədiyim üçün. Bunun üçün sizdən bol dəstək gözləyirəm. Yorumlarınızı gözləyirəm. Hər birinizi öpürəm, bağlama basın. Sağ olun, salamat qalın. Hələlik.